Salam əzizlərim, mətbəximə xoş gəlmisiniz. Bugün uşaqların ən sevdiyi yeməklərdən biri olan həm dadlı, həm də xırçıltılı toyuq hazırladım. Elə bir reseptdir ki, həm böyüklər, həm də uşaqlar sevinəcək. Videoda gördüyünüz kimi əvvəlcə toyuq ətini yaxşıca yuyub hazırlayıram. Sonra 2 ədəd yumurtanı qabda qarışdırıram və zövqə görə duz əlavə edirəm. Toyuq ətlərini bu qarışımın içində saxlayıram ki, daha yumşaq və dadlı olsun. Ayrı qabda isə un, nişasta və qırmızı biber tozunu qarışdırıram. Daha rahat qarışdırmaq üçün kulyoka döküb yaxşıca qarışdırıram. Bu üsul həm rahatdır, həm də çox effektlidir. Sonra toyuq ətlərini bu qarışımın içində çıxarıb əvvəlcədən qızdırılmış yağda qızardıram. Nəticədə isə çöldəkindən daha dadlı, içi yumuşaq, çölü isə möhtəşəm xırçıltılı toyuq hazır olur. Əgər bəyəndinizsə bir ürək qoyun ki, bu dadlı reseptlərin davamı gəlsin. Növbəti dadlı reseptdə görüşənədək mətbəximdən ayrılmayın. Hələlik.